izləyicilərimizin soruşanlar var. Bax, bu sümük ağrıları, əzələ ağrıları deyək də, hamı yuxudan duranda deyir ki, bizi kimsə döyüb, əzib, axşam, məsələn, yatırlar normal qaydada, səhər yuxudan dururlar. Deyirlər ki, ətimiz ağrıyır, sümüyümüz ağrıyır. Məsələn, varmı belə bir bitki ki, yuxudan duranda, təbii ki, biz bilirik ki, bu rəngli çay, adi bildiyimiz hamımızın istifadə elədiyi, bu qara çaylar əksəriyyəti kimyəvi rənglərdir də, yəni təbii çox nadir hallarda olur və qiymət də bahadır. Varmı belə bir bitki ki, biz səhər yuxudan duranda elə onun çayını içək? Məsələn, bax, o günləri bizim bura bir aktrisa gəlmişdi, Təxminə xanım Hüseynova. Deyir, biz evdə, Monsieur Jordan, başa düşmədim nə deyir. Deyir, biz qara çay almıram ki, deyir mən evə. Ancaq deyir, özüm hazırlayıram. Gül ləçəkləri, bitkilər, müalicəvi, araşdırıram, axtarıram. Evimiz doldu bitki çayları. Deyirəm, və səhər tezdən, deyir, mənim qızlarım da səhər tezdən bitki çayını, şirin çayını içir. Bir damcı eləyirik, onunla içirik. Qara çay içmirik. Bax, bayaq dediyiniz kimi. Düz eləyirlər. İndi varmı belə bir bitki ki, səhər tezdən, məsələn, yuxudan duranda o canımızdakı yorğunçuluğu, o ağrını acını atmaq üçün belə bir çay dəmliyə içək, biraz əhval-ruhiyyəmiz yaxşı olsun. Məsələn, indi mən içdim, sağ olsun Şəfa xanım verdi, qızılgül çayı. Çox gözəl sakitləşdirir, orqanizm oyadır. Onun üçün xüsusi bir spesifik ətri var. Qızılgülün hamımız bilir ki, ətri var və onun çiçəyi də məsələn ürək nevrozlarında, yorğunluqda, o dediyin vəziyyətdə, yuxudan ayılanda onu dəmlib içirsən, elə Feyman bəy də yəqin deyər, Təbrizdə, Cənubi Azərbaycanın hər yerində, İranda hər yerdə qızılgülün butasını yeni atılan, çox qiymətlidir ha, özdə qiymətlidir o satılan bitkilərimizə qiymət, qönçəsini balaca açılır. Onu kilo ilə satırlar. Burada İran dükanlarında bizdə də satırlar. Onu alırsan, dəmləyirsən, o dediyin kimi çox gözəl sakitləşdirici effekt verir, oyadıcı effekt verir. Səhər tezdən. Bəs məsələn, əlimizdə olan nainə, yarpız, onlar da, əvvəl dedim, məsələn, o tərəfə qalanda ən yaxşısı yemişəndir, sonra dazotudur və bir də daşqapandır. Məsələn, sən istəsən ki, yəni oyandırıcı, bir də mixəş. Mixəş çox gözəl effekt. Mixəş bilirsən, tək ağızda qoxuya görə duyur mixəş. Mixəş oyandırıcı təsiri var. Bax, o yorğunsan, halsızsan, mixəyi qəbul eləyən kimi görürsən ki, oldun xeyli əhval-ruhiyyən Doğrudan doktor. Mixəş nələrin dərmanı? Nələrin? Bir dəqiqə Arif, bir dəqiqə qoy mixəş ilə bağlı desin. Mixəş mədə-bağırsaq sisteminin, sinir sisteminin, sonra ağızdan qoxuyu dedim, sonra axşamlar qəbul eləsən, ona ədədlə, elə bilginən ki, bir ədəd ağzında qoyanda, o ağızdan gələn pis qoxuya əzədə çay kimi eləndə 3 ədəd. 3 ədəd bir stəkan atsan, 3-4 heç bir ziyanı yoxdur. Başqa heç bir bitki qatmamaq şərti. Yox, qata da bilərsən, qatmaya da bilərsən. Heç qatma.